Salam edirəm hər birinci yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Yaponiya barədə danışacağıq. Uzaq şərq mövzu izahatımızı davam elətdiririk. Baxaq Yaponiya. Yaponiya ilə Çinin 19-cu yüzillikdə oxşar siyasəti, qapalılıq siyasəti, özünün təcrid siyasəti idi. Onlar Avropa ölkələrindən, digər qonşu ölkələrdən özlərini uzaq saxlayırdılar. Yaponiyada imperator hakimiyyəti var idi, lakin ad üstündə, yəni formal olaraq əslində hakimiyyət Tokugawa sülaləsindən olan Shogun'a məxsus idi. Shogun nədir? Shogun Yaponiyada ən ali hərbi rütbədir, ən yüksək fəxri addır. Dövləti bir hərbiçi tərəfindən idarə olunurdu və bu hərbiçilər Shogun adlanırdılar. Beləliklə bu dövlət Yaponiya kim tərəfindən idarə olunur? Shogun tərəfindən və ölkə qapalı ticarət, qapalı siyasət yerdirdi. Yəni özünün təcrid siyasəti yerdirdi. Baxaq, bəs nə vaxt Yaponiyada özünün təcrid siyasətinə son qoyulur? 1854-cü ildə. 1854-cü ildə Yaponiya və ABŞ arasında bir müqavilə imzalanır. Müqaviləyə görə birinci, Yaponlar 2 dənə limanda ABŞ-a hərəkət etmə icazəsi verirlər. Yəni bu 2 limana ABŞ girə bilər. Bunlar Shimoda, bir də Hakodate'dir. Hakodate. Bəzi limanlara girə bilərlər. Xüsusilə bu 2 liman, Shimoda və Hakodate və həmçinin ikinci maddəyə əsasən Shimoda ABŞ konsulluğu açılacaqdı. Beləliklə 1854-cü ildə imzalanan Yapon-ABŞ müqaviləsinə əsasən Yaponiyada qapalılıq siyasətinə son qoyulur və bir neçə il sonra ABŞ yenə bir müqavilə imzalayır Yaponiya ilə və bu yeni müqaviləyə əsasən ABŞ əlavə olaraq eksterritoriallıq hüququ əldə eləmiş olur və ticarət güzəştləri də əldə edir. Daha sonra buna bənzər müqavilələri Yaponiya, Rusiya və Avropa digər ölkələrlə bağlayırlar. Ancaq biz vurğulamalıyıq ki, Yaponiyanın bağladığı müqavilələr Çinin bağladığı müqavilələr qədər ağır deyildi. Çünki Yaponiyanı Avropa ölkələri Çin kimi işğal edib qoşunla ora daxil olmamışlar və buna görə də Yaponiya ilə bağlanan müqavilələr Çindəki qədər ağır səciyyə daşımırdı. Gələk 1867-68-ci illər Yaponiya burjuy inqilabından danışaq. Məhz 1867-68-də Yaponiyada burjuy inqilabı nəyə görə baş verir? İlk öncə burada biz bir məsələni vurğulayaq. Yavaş-yavaş Avropa ölkələri ilə yaradılan ticarət əlaqələri sayəsində Yaponiya ərazisində də faktoriyalar açılmağa başlayır, ticarət məskənləri və Avropalılar burada məskunlaşır. Avropalıların burada məskunlaşması ilə razılaşmayan samuraylar və knyazlar başlayırlar onların üzərlərinə sürətli şəkildə hücumlar eləməyə, Avropalı tacirləri qətlə yetirməyə və artıq bunlar görürlər ki, xaricilərə Yaponiya hökuməti, yəni Shogun rejimi icazə verir öz ölkələrində istədikləri kimi ticarət şəbəkələri açmağa, fəaliyyət göstərməsinə və buna qarşı çıxırlar bu samuraylarla knyazlar və onlar müraciət üçün yer axtarırlar və müraciəti məhz səmavi hakimləri hesab elədikləri böyük imperatora aparırlar. 1867-68-də beləliklə samuraylar və knyazların dəstəyi ilə imperatorun da dəstəklədiyi bir hərəkat burjuy inqilabı başlayır. Burjuy inqilabı nəticəsində 1868-də Yaponiyada imperator hakimiyyəti bərpa olunur. İmperator 15 yaşlı Mustihito elan olunur. Mustihito neynir? Özünü imperator elan edir və beləliklə burjuy inqilabı uğurla başa çatır və Shogun rejimi devrilir. Və hətta daha sonra Shogun özü belə xalqın qarşısında çıxış edərək ali hakimiyyətdən əl çəkdiyini və ali hakimiyyəti imperator Mustihito'ya təhvil verdiyini açıqlayır. Bundan sonra 1868-ci ildə yeni Yapon hökuməti, yəni imperatorluq hakimiyyəti yeni qaydalar insanlara eşitdirir. Yeni qaydalar, qanunlar qəbul olunacağını eşitdirir və bu qismdə bildirir. Bütün dövlət işləri xalqın rəyini nəzərə almaqla həyata keçiriləcək. Millətin bütün Yaponlar yaşından, başından asılı olmayaraq, fəaliyyətindən asılı olmayaraq, peşəsindən asılı olmayaraq millətin gələcəyi üçün vuruşub çabalamalıdır. Həmişə ədalət qorunacaq, qayda qanunlar düzəldiləcək, hər hansısa bir ədalətsizliyə yol verilməyəcək bizim ölkəmizdə və həmçinin Yaponların bugün belə uğurla apardıqları bir siyasət ədalətli təhsil sisteminin əsası, ədalətdən də başqa yeni təhsil sisteminin əsası qoyulur Yaponiyada. Yaponlar təhsilə
elmə həddindən artıq kapital qoymağa başlayırlar 1868-də elan elədikləri yeni qaydalarla birlikdə. Başlayaq Yaponiyadakı buji islahatlarından danışmağa. Yaponiyada buji islahatları keçilir kimlər tərəfindən? Müşavirlər tərəfindən. Müşavirlər kimlərdir? Müşavirlər 19-cu əsrin ikinci yarısında Yaponların Avropa ölkələrinə xaricə göndərdiyi gənc Yaponlardır ki, uğurlu təhsillərini alıb bitirib qayıdılar öz ölkələrinə və öz ölkələrində bu müşavirlər Avropa ölkələrində gördükləri ədalətli sistemi tətbiq eləməyə başlayırlar. Yeni islahatlar həyata keçirirlər və bu yeni islahatları müşavirlər yazıb hazırlasalar da islahatların həyata keçirilməsi imperatorun adı ilə bağlanır. Yəni imperator adından aparılır. Beləliklə başlayaq biz buji islahatlarımızdan. Birinci islahatımız nədir? İnzibati islahat. İnzibati islahata əsasən nə yaradılacaq? İnzibati islahata əsasən knyazlıqlar ləğv olunur və yerinə prefekturalar yaradılır. Prefektura nədir? Yaponlarda inzibati ərazi vahidi. Necə Səfəvilərdə inzibati ərazi vahidi bəylərbəylik idi. Yaponlarda da knyazlıq ləğv olunur, yerinə prefektura əmələ gətirilir. Bundan başqa əvvəlki knyazlara qubernator statusu verilir. Knyazlar artıq nə adlanacaq? Qubernator. Və bundan başqa bəzi samurayların, knyazların ümumiyyətlə bütün hər şeylər əllərindən alınır, bütün mülkləri, səlahiyyətləri və onlara bunun qarşılığında belə deyək, sosial müavinət, yəni təqaüd ödənilməyə başlayır. Eynilə bu nəyə bənzəyir? Osmanlı mövzusunda keçdiyimiz Timar Ziyamət əlindən alınan hərbiçilərə Osmanlı hökumətinin verdiyi təqaüdə. Eyni qismdə burada da öz torpaq mülklərini itirən knyazlar dövlətdən təqaüd alacaqdılar. Davam elədik idarə etmə islahatı. İdarə etmə islahatında nədən bəhs olunur? 1. Avropa nümunəsində ilk nazirliklər meydana gəlir. 2. 1889 Yapon konstitusiyası qəbul olunur. Yaponlar nə zaman konstitusiya qəbul elədilər? Burada sözün yazılışında səhv edə bilərəm, üzrlü sayın sürətli yazıram. İdarə etmə islahatına əsasən 1. İlk nazirliklər yaradır. 2. 1889-cu ildə konstitusiya qəbul olunur. Konstitusiyaya görə müqəddəs elan olunur imperatorun hakimiyyəti, müqəddəs və toxunulmazdır və imperator icra edici və həmçinin də qanunverici hakimiyyətə malikdir. Bundan əlavə olaraq da insanlara söz, vicdan, mətbuat, bir yerə toplaşmaq azadlığı da verilirdi. Bu da oldu bizim idarə etmə islahatımız. Davam elədik. Hərbi islahat. Hərbi islahat əsasən samuraylar ləğv olunacaqdılar və yerinə ümumi hərbi mükəlləfiyyət elan olunacaqdı. Yəni artıq müəyyən yaşına çatmış insanlar, kişilər nə etməli? Orduya çağırılacaqdılar. Davam elədik. İqtisadi islahat. İqtisadi islahat əsasən vahid pul sistemi yaradılır. Yen. Vahid pul sistemi yaradılır. Bundan başqa dövlət öz tabiçiliyində olan, yəni dövlət xəzinəsində olan sənaye müəssisələrinə pul ayırmaq istəmir. Dövlətin marağına deyildi ki, hər hansısa bir fabrik zavod işlətsin və bunun üçün nə edir? Dövlət xəzinəsində olan fabrik zavodları başlayır ayrı-ayrı insanlara, sahibkarlara satmağa və bu sahibkarlar bunu ucuz qiymətə alırlar. Və Yaponiyada həmən o fabrik zavodlardan bugünkü gündə fəaliyyət göstərən Mitsui, Mitsubishi kimi böyük markalar yaranırlar. Elə Mitsui, Mitsubishi markaları həmən dövrdə buji inqilabından sonra 1868-dən 78 arasında aparılan islahatlar nəticəsində yaranmış fabrik zavodlardan biri idi. Beləliklə iqtisadi islahatda nə oldu? Vahid pul sistemi yaradıldı və bundan başqa dövlət öz tabiçiliyində olan fabrik zavodları satdı ayrı-ayrı sahibkarlara və nəticədə Mitsubishi, Mitsui kimi dünya markaları yarandı. Təhsil islahatı. Təhsil islahatı sayəsində 6 yaşına çatan uşaqlar məcburi 4 illik təhsilə cəlb olunmalıydılar. Həmçinin ilk qadın pedaqoji məktəbi açılırdı bu dövrdə və təkcə orta məktəb yox, ali təhsil müəssisələrinin inkişafına Yapon hökuməti həddindən artıq diqqət yetirirdi. Beləliklə biz Mutsuhito'nun islahatlarından danışdıq. İnzibati idarə etmə, hərbi, iqtisadi və təhsil sahəsində. Ümid edirəm bu islahat oldu. Davam elədik Yaponların imperialist siyasətinə. Imperialist siyasət nədir? İmperialist siyasət işğalçı bir siyasət deməkdir. Yaponlar artıq öz ölkələrini 19-cu əsrin ikinci yarısında Avropa ölkələri ilə bərabər hərbi gücə çatdırmağı bacardılar və başladılar imperialist siyasət yeritməyə. Bunun üçün də
İlk öncə 1894-95-də Yaponlar gözlərinin qabağında olan Koreya yarımadasına gözlərini tikirlər və 1894-95-də Çin-Yapon müharibəsi baş verir Koreya üzərində və müharibədə qalib gələn Yaponlar Koreyanı işğal edirlər və həmçinin Çindən böyük miqdarda təsminat əldə edirlər və həmçinin Çin ərazisində fabrik, zavod tikmək icazəsi də alırlar. Beləliklə Çin-Yapon müharibəsi 1894-95 nə uğrunda Koreya uğrunda idi. Nəticə Yaponlar qalib, Koreya işğal olundu. Həmçinin təzminat aldı Çinlilərdən Yaponlar və bundan başqa Çin ərazisində Yaponlar sənaye müəssisələri, yəni fabrik və zavodlar tikmək hüququ əldə elədilər. Davam eləyək, baxaq 1904-1905. Yaponlar bu səfər ruslarla müharibəyə girirlər. Yapon-Rus müharibəsi. Rus-Yapon müharibəsi bir ilcəs davam elədi və baş verən müharibə Rusiyanın ağır məğlubiyyəti ilə başa çatdı. Belə ki, müharibənin gedişatında heç bir Avropa ölkəsi gözlənmirdi ki, Sima dəniz vuruşmasında Ruslar məğlub olar, lakin Ruslar burada dəniz müharibəsində məğlub olurlar. Bütün donanması Rusların batırılır, Yaponlar böyük bir qələbə qazanır və 1905-də ABŞ-ın şəhəri olan Portsmouth şəhərində sülh müqaviləsi imzalanır. Portsmouth sülhü. 1905 Portsmouth sülhünə görə Sakhalin adası və həmçinin Cənubi Manchuriya və Koreyada Yaponlara verilirdi. Beləliklə 1945-ci il müqaviləsinə görə Ruslardan Sakhalin cənubunu əldə elədi Yaponlar və bundan başqa Manchuriya və Koreyada Ruslar Yaponların ağalığını rəsmən tanıdılar. Beləliklə biz sizlə danışdıq Yaponiya haqqında bugün. Ümid edirəm sizin üçün tam şəkildə anlaşıqlı oldu. Növbəti mövzu izahatlarında görüşənə qədər sağ olun, salamat qalın.